Son 10 il ərzində Azərbaycanın şəhər və rayonlarının əksəriyyətində əhalinin elektrik enerjisi istehlakı azalıb. Yenavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı araşdırma göstərir ki, Naxçıvan Muxtar Respublikası və Bakı şəhəri istisna olmaqla cəmi 7 rayonda elektrik enerjisi istehlakı artıb. 48 şəhər və rayonda isə elektrik enerjisi istehlakı azalıb. Rəsmi statistikanın apardığı son 10 ildə elektrik enerjisi istehlakında ən yüksək artım Abşeron rayonunda müşahidə olunub. Belə ki, rayonda əhali tərəfindən istehlak olunan elektrik enerjisinin həcmi 2015-ci ildəki 350 milyon kilovat-saatdan 2024-cü ildə 494,7 milyon kilovat-saata yüksələrək 41,3% artıb. Paytaxt Bakıda əhalinin istehlak etdiyi elektrik enerjisinin həcmi 2% artıb. Ümumilikdə ölkə üzrə əhalinin istehlak etdiyi elektrik enerjisinin yarıdan çoxu 51,4%-i Bakı şəhəri ilə Abşeron rayonunun payına düşüb. Açıqlanan rəsmi məlumatlarda ən diqqət çəkən məqamlardan biri odur ki, əhali tərəfindən istehlak olunan elektrik enerjisinin kəskin şəkildə azaldığı rayonlarda əhalinin sayı artıb. Son 10 ildə Füzuli rayonunda əhali tərəfindən istehlak olunan elektrik enerjisinin 5 dəfə azaldığı bildirilsə də, eyni dövrdə rayonun əhalisinin 4,3% artdığı qeyd olunub. Siyəzən rayonunda elektrik enerjisi istehlakının 2,4% azaldığı göstərilsə də, əhalinin sayında 3,2% artım qeyd alınıb. Qeyd etdiyimiz kimi, əhalinin istehlak etdiyi elektrik enerjisinin 51,4%-i Bakı şəhəri ilə Abşeron rayonunun payına düşdüyü halda, rəsmi statistikaya görə ölkə əhalisinin yalnız 27,3%-i Bakı və Abşeronda qeydiyyatdadır.